Dim toplusundan 42-ci məsələnin izahına baxaq. 30 dərəcə şimal enliyində yerləşən Lxasa şəhərinə günorta vaxtı günəş şüalarının düşdüyü ən böyük və ən kiçik bucaqları müəyyənləşdirin. Bunu aşağıda verdiyim düsturlara əsasən müəyyənləşdirə bilərsiniz. Maksimum düşmə bucağını tapmaq üçün əvvəlcə günəşin zenitdə olduğu enliyi ilə məntəqənin yerləşdiyi enliyi arasındakı dərəcə fərqini tapırsınız, 90-dan çıxarsınız. Minimum düşmə bucağını tapmaq üçün isə günəşin zenitdə olduğu enliyi ilə verilmiş məntəqənin enliyi arasındakı dərəcə fərqini toplayırsınız. Daha sonra 90-dan çıxarsınız. Amma bunun daha asan üsulu var. Deməli, bunun üçün yadınızda saxlayın ki, hər hansı bir məntəqələr arasındakı, daha doğrusu məntəqənin yerləşdiyi enliyi ilə günəşin zenitdə olduğu enliyi arasındakı dərəcə fərqi onlar arasında günəş şüalarının düşmə bucağı arasındakı fərqə bərabərdir. Buna əsasən biz məntəqələr arasında günəş şüalarının düşmə bucağını asanlıqla tapa bilərik. İndi Lxasa şəhərinə əvvəlcə maksimum düşmə bucağı müəyyənləşdirək. Maksimum düşmə bucağı o vaxt olur ki, buraya günəş 20.5 şimal tropikində zenitdə olur. Günəş 20.5 şimal tropikində zenitdə olarkən Lxasa şəhərinin maksimum düşmə bucağını tapmaq üçün bunlar arasındakı enliklər arasındakı dərəcə fərqini müəyyənləşdiririk. Yəni 30 dərəcə şimal enliyi ilə 20.5 dərəcəli şimal tropiki arasındakı dərəcə fərqi 6.5 dərəcə müəyyənləşdiririk. Deməli, bunlar arasındakı enliklər arasındakı dərəcə fərqi 6.5-dirsə, deməli, düşmə bucağı arasındakı fərq də 6.5-ə bərabər olur. 23.5 şimal tropikində 90 dərəcə bucaqla düşür. 30 dərəcə şimal enliyini bundan 6.5 dərəcə az düşəcək. 90-dan çıxıram 6.5-i, tapıram 83.5. Deməli, maksimum düşmə bucağı 83.5-ə bərabərdir. Minimum düşmə bucağını da eyni qayda ilə tapırıq. Lxasa şəhərinin minimum düşmə bucağı o vaxt olur ki, günəş 23.5 cənub tropikində zenitdə olur. Yenə bura 90 dərəcə bucaqla düşür. Baxaq görək Lxasaya nə qədər, neçə bucaqla düşür. Deməli, əvvəlcə enliklər arasındakı dərəcə fərqini tapırıq. Lxasa ilə 23.5 cənub tropik arasındakı dərəcə fərqini tapmaq üçün 30-un üzərinə gəlirəm 23.5-i, edir 53.5. Sonra isə, deməli, bunlar arasındakı düşmə bucağı fərqi də 53.5-ə bərabər olur. 90-dan çıxıram 53.5-i. Bu da edir 36.5 dərəcə. Deməli, Lxasa şəhərinə maksimum düşmə bucağı olur 83.5, minimum düşmə bucağı olur 36.5.